Demək, salam əziz dostlar. 10-cu sinif çalışma 2, yəni ikinci bölmənin çalışmalarına biz keçən dərsimizdə baxdıq. Müəyyən qisminə. Müəyyən qismini isə dərsimizdə həll edəcəyik. Demək, ikinci fəslə, yəni məsələləri. Demək, buradan harada qalmışdıq? 2-10-da qalmışdıq. İndi keçək 2-11-ə. 2-11-də məsələ nədir? Deyək ki, iki cisim 2 maddi nöqtə arasında məsafəni 3 dəfə kiçildilərsə, dəqiqə, 2 maddi nöqtə arasında məsafə 3 dəfə kiçildilərsə, onlar arasında cazibə qüvvəsi necə dəyişir? Biz ümumdünya cazibə qanunu necə yazırdıq? Yazırdıq ki, F bərabərdir G vurulsun M1 bir dəqiqə düsturu yaxşı yazmağa çalışaq. Demək, F bərabərdir G vurulsun M1 M2 bölünsün R-in kvadratı da bu formada yəni biz yazırdıq. Ölçüsünü böyütmək mümkün olsaydı daha yaxşı olardı, amma eybi yox. Şimdi burada F necə asılıydı? F R'in burada F 1 bölünsün R kvadratı ilə düz asılır. Yəni F R'in kvadratı ilə tərs asılır. R nə yox? R'in kvadratı ilə. Demək, aradakı məsafəni 3 dəfə, bunu 3 dəfə mən kiçilsəm, F də 9 dəfə necə artacaq. Cavab olur 9 dəfə artar. Sonra keçirik növbəti suala. Növbəti sualda nə deyir? Deyir ki, yer səthindən h bərabər 3r məsafədəki nöqtədə qravitasiya sahəsi intensivliyi nəyə bərabərdir? Ümumiyyətlə, yer səthində bunun qiyməti nə olur? J0 bərabərdir. Demək ki, J0 bərabərdir. G vur M böl R kvadrat. Bu yer səthindədir. Amma H hündürlükdə isə biz danışırıqsa, H hündürlükdə bunun qiyməti olacaq. G vurulsun M böl R plus H-ın kvadratı. Yəni, yer səthinə nisbətən qiyməti 3R vurulsun yer radiusu məsafədədirsə, bunun qiyməti R, yəni H-ın yerinə 3 qoysaq, nə olacaq? G vurulsun M bölünsün H-ın yerinə R qoyub 3R qoysaq, onda olacaq 4R, 4R'in də kvadratı 16R kvadratı. Yəni 16 dəfə azalır. Yer səthindəki qiyməti bölərəm 16-ya, alaram H hündürlükdəki qiymətini. Və yer səthindəki hündürlükdəki, bu da daha doğrusu qiyməti də nəyə bərabər? 9,81-i bölərəm 16-ya. O da eləyir H hündürlükdəki J-nin qiyməti. Onda artıq siz hesablaya bilərsiniz. Sonra növbəti məsələyə baxaq. Deyir, məftildən 10 kg kütləli yük asdıqda onun uzunluğu 5 mm artdı. Məftilin sərtliğini təyin edin. Demək, burada məsələ nədir? Məftil ağırlıq qüvvəsini təsir edib armasiya edir. Demək, elastiklik qüvvəsi bərabər olur burada ağırlıq qüvvəsinə. Kx bərabər mj-yə. Sadəcə burada məsələ nədir? Məftilin sərtliyi, yəni K bərabərdir mj bölünsün x-a. Sadəcə x demək 5 vurulsun 10 üstü mənfi 1 millimetrdir. O da bərabərdir 1 millimetrdə biz bildiyimiz kimi 1 millimetrdə demək 10 üstü yəni 1 metr 100 santdır, 1000 millimetrdir. 1 millimetrdə 10 üstü mənfi 3 metrdir. O da eləyəcək 5 vurulsun 10 üstü mənfi 4 5 vurulsun 10 üstü 4 metr. Kütlənin də qiymətini verib.
Yani 10 vurulsun 10 bölünsün 5 vurulsun 10 üstü mənfi 4. O da eləyəcək, belə bir qiymət eləyəcək də. 10'un kvadratı bölünsün 5 vurulsun 10 üstü mənfi 4. O da eləyəcək 0,2 vurulsun 10 üstü 6. O da bərabərdir 2 vurulsun 10 üstü 5. Sizdən bir də xahişim oldu ki, mən ümumiyyətlə hesablamalar aparanda bir dənə zəhmət olmasa onlara baxarsınız. Mən burada test aparıram deyə ola bilər hansısa bir texniki səhvlər edib. Əgər belə bir səhv olsa, zəhmət olmasa mənə bildirin və yaxud da özünüz baxanda bunları düzəltərsiniz. Sonra 2,14. Deyir, yayı 0,15 metr gərdikdə 0,1 yüzdə bir mində, mində 6 bir dəqiqə, onda bir yüzdə bir, mində bir, mində 6 kilonewton lastiklik qüvvəsi yarandı. Yay nə qədər gəlmək lazımdır ki, 16 newton lastiklik qüvvəsi yaransın. Birincisi, yayı nə qədər gəlirsə gərək, onun ne deyək də, K-ları sabit qalır. Yəni, F1-in X1-ə nisbəti, F-dən X düz mütənasib asılıdır. Düz mütənasib asılılıq ne deməkdir? Düz mütənasib asılılıqda biz bildiyimiz kimi onların nisbətləri sabit qalırdı. Yəni, F bölünsün X1 bərabər, F1 bölünsün X1 bərabərdir F2 bölünsün X2. Yine bizim üçün burada nəyi tapmaq lazımdır? X2'ni. X2 nəyə bərabər olacaq? X2 bərabər olacaq. F2 vurulsun X1 bölünsün F1'e. O da bərabərdir. 0,6 kilonewton deyirsə, bir dənə yuxarıda mən çevirmə aparaq. 0, daha doğrusu onda bir, yüzdə bir, 1006 kilonewton deyirsə, o da bərabərdir. O da minə vuranda, ona vurdu, 100'ə vurdu, minə. O da 56 newton. Yəni F2'miz bərabər, F1'imiz bərabərdir 6 newton. F2'miz bərabərdir 16 newton. X1'imiz bərabərdir 0,15 metr. İndi bura baxaq. F2'miz demək 16 vur 0,15 bölünsün F1 yani 6 Newton. Yani bunu hesablamaqla biz X2'ni asanlıqla hesablaya bilərik. Bunu hesablayanda bir dəqiqə eləyir demək 16 vurulsun 0,15 bölünsün 6. Bu da təxminən eləyir 2 tam onda 4. Daha dəqiq rəqəmlər yazsaq bu. 2,14'də həll edik, keçək 2,15'ə. 1 metrlik xəttkeşin yaxınlığından asılan yaydan 2 kiloqram kütləli yük asıldıqda onun uzanmasını şəkildə təsvir edildiyi qədər oldu. Təyin edilmiş yüklə ikinci eyni yük əlavə olunarsa, yay bərkidilən əqrəbin xəttkeşin hansı bölgüsünün üzərində dayandığını, yəni nə qədər uzandığını, yayın sərtliyini. Birinci sual A-dan başlayaq. A-da bizə nə deyir? Deməli, A-da bizə deyir ki, yükə ikinci ya da gəlin belə edək, ya B-dən başlayaq, ya A-dan başlayaq, fərqi yoxdur. Birinci növbədə, yəni bu M kütləli yükün təsiri ilə X qədər uzanır. Onda biz nə yazacağıq? Yazacağıq ki, Kx bərabər mg. Yəni buradan da Kx bərabər mg yazırıqsa, aydın məsələdir ki, X bərabərdir mg bölünsün dəqiqə. Mg bölünsün K-ya.
X m'dən düz asılıdır. Yəni X buradan, yəni M və K-nın sabit qiymətini aydın məsələdə M dəyişir. X və M və düz istəyirəm. K və J-nin sabit qiymətində X M-dən düz asılıdır. K və J onsuz da J sabitdir. K da verilmiş şərait üçün sabit cəmiyyətdir. Ona görə də K M-dən düz asılıdır. Əgər mən M kütləli yük asıramsa, bu 70 santdır da, 70 sant uzanırsa, 2M yük assam, bu uzanacaq 140 santimetr. Yəni X M-dən düz asılıdır. Ona görə mən əgər yükün kütləsini 2 dəfə artırıramsa, X da 2 dəfə artır. Birinci qiymət, başlanğıc qiymət 70 isə 2 dəfə artanda olacaq 140 santimetr. Bu 140 santimetri yəni göstərəcək. Daha sonra bir dəqiqə gözləyin, mən düz istəyirəm, burada səhvə yol verdim. Mən elə bildim ki, soldakı şəkilə baxmamışam. Bu şəkil biraz keyfiyyətsiz düşüb deyə. Deyəsən burada. Düzülü sayın. Demək, bunun başlanğıc qiyməti 100-dür. Yəni 100-ün üzərindədir. Sonra da gəlir 70-ə. Nə qədər uzandı bu? Yəni, burada diqqətlə baxmamışam. Belə bilmişəm bu sıfırdır şəkil. Çünki şəkil üzərində, PDF üzərində biraz şəkil keyfiyyətsiz düşüb. Və böyüklükdə ümumiyyətlə keyfiyyəti itir. Yəni ki, kitab üzərində biraz keyfiyyətli olur. 100-dür bu. 100-dən 70-ə gəlibsə 30 cm uzanacaq. Yəni x1 bərabərdir 30 sant. Mən bunu 2 dəfə artırsam, artıq x2 olacaq nə qədər? Əgər yükün kütləsini 2 dəfə artırıramsa, yəni M kütləli yükü ardınca bir dənə M kütləli yük asıramsa, olacaq 2. X2-də nə olacaq? Olacaq 60 santimetr. Yəni bu da gələcək 100-dən 60 sant. Yəni uzanacaq, belə deyək də aşağı düşəcək. O da eləyəcək 40 santın üzərində dayanacaq. Yəni bu xətkeş dayanacaq hardasa burada. 40 santın üzərində. Və daha doğrusu bu, nə deyirlər, əqrəb, bu ox gəlib dayanacaq 40 santın üzərində. Sadəcə bunu deyəndirəm, diqqətlə baxmaq lazımdır ki, bu sıfırdır. Mən ona diqqətlə baxmadım. Sonra bizdə nəyi soruşur? Yayın sərtliyi. Yayın sərtliyi aydın məsələdir ki, bu düsturdan tapa bilərik də. Biz soldakı elə düsturda yaxşıca verib yayın sərtliyinin düsturu. Daha doğrusu biz onu tapdıq. Yəni, nə olacaq burada? Burada olacaq K da bərabərdir M, J bölünsün X-a. 2 kiloqramın yük asanda bunun uzanması MJ-si olacaq 20 Newton. X-a nə qədərdir biz tapdıq? 70, 100-dən gəldi 70-ə. 100-dən 70-ə gəldisə, bu 30 sant edir. Yəni, 0,3 metr. Yəni, 20 bölünsün 0,3 metr eləyəcək. Onun cavabını asanlıqla tapmaq olur. Sadəcə burada yenə deyirəm, rəqəmlərə diqqət etmək lazımdır. Sonra, kütləsi deyir 18 kiloqram olan taxta tiri, füqi taxta döşəmənin üzərində hansı qüvvə ilə itələmək lazımdır ki, o sabit sürətlə sürüşsün. Demək, burada məsələ nə? Kütləsi 18 kiloqram olan taxta tiri, füqi taxta döşəmənin üzərində hansı qüvvə itələmək lazımdır ki, o sabit sürətlə sürüşsün. Burada biz cismə tətbiq edən qüvvələri tapmalıyıq. Necə? Bu bizim taxta tirimiz olsun. Yəni bir taxta tirdir. Kütləsi bunun 18 kiloqramdır. Füqi taxta döşəmənin üzərində hansı qüvvə ilə itələmək lazımdır ki, o sabit sürətlə sürüşsün. Yəni buna təsir edir. Tutaq ki, sağa doğru dartı qüvvəsi, əksinə doğru isə nə yönəlir? Sürtünmə qüvvəsi. Sürüşmə sürtünmə qüvvəsi də. Bunlar bir-birini tarazlaşdıranda sabit sürətlə hərəkət edir. Yəni nə yazacaq? Yazacaq ki, F
Sürüşmə sürtünmə qüvvəsi bərabərdir F dartı qüvvəsinə. Sonra buradan nəyi alarıq biz? Sonra alarıq ki, mü mş bərabərdir F dartı. Mü'nün qiymətini verib, m'in qiymətini verib, j'nin qiymətini verib. Yəni 0,5-i əvvəlcə 10-a vuracaq, verəcək 5. 5-i də 18-ə vuranda yazıram 5 vurur 18 bərabərdir F dartı, o da eləyir 90 Newton. Cavabımız burada olur 90 Newton. Sonra hansı məsələ gəlir? 217-nin %17 gəlir. Kütləsi 2 tonn olan avtomobil göstərdiyi 110 km/saat sürətlə hərəkət edərkən sürücü 100 metr irəlidə yolun qoyun sürüsünün keçdiyini görür və dərhal avtomobilini tormozlayır. Tormozlanan avtomobil dayanana qədər sürünü vuracaqmı? Rezin şin quru asfalt üçün mü bərabər 0,7 və j bərabər 10 metr/saniyə kvadratı qəbul edir. Ümumiyyətlə, burada məsələ nədən ibarətdir? Tormoz yolunu hesablayacağıq. Yəni, əgər bizim tormoz yolumuz 100 metrdən böyük olarsa, aydın məsələdir ki, sürü, yəni maşın, həmin o qoyun sürüsünü vuracaq. Yəni, 100 metrdən aşağıdırsa tormoz yolumuz, onda maşın qoyun sürüsünü vura bilməyəcək. Yəni, qoyun sürüsünə çatmamış dayanacaq da. Məsələnin ümumi mahiyyəti bundan. Burada da məsələ necə olur? Ümumiyyətlə, məsələyə belə yanaşsa, kütləsi biz tormoz yolunu hesablayaq. L bərabərdir, necə olurdu? L bərabərdir, demək, V0 kvadratı bölünsün 2A-ya. Biz burada əslində kütlənin elə bir rolu yoxdur, təbii ki. Sonra, burada biraz, təbii ki, müəyyən işlər görmək lazımdır. Nə? Demək ki, yazıram bura, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edirsə, yazıram MA bərabərdir, mü vurulsun, mj. M'lər ixtisar gedər, A bərabər olacaq, mü j-yə. Bunu qeyd elədik, A bərabər mü j-dir. Sonra da ki, inşallah, demək, burada A-nın müjə alandan sonra onda belə yazacaq. V bərabərdir 110 vurulsun 36'da 10. Nəyə görə? Çünki km/saatdır. Biz nə etməliyik? Bu metr/saniyəyə çevirməliyik. Həmin o metr/saniyəyə çevirəndə də aydın məsələdir ki, 36'dan ona vurmaq lazımdır. 110 km/saat 36'dan ona vuranda da təxminən edir. Böləndə də dəqiqə 36'ya böləndə 3,5, onu da ona vuranda edir 30,5. Demək, V-ni də tapdıq. Təxminən 30,5'dir. Əslində 30,5'dir. 30,5. V0 daha doğrusu. Şimdi gəlin yerinə qoyub hesablayaq. Yazıram nə? Yazıram V0 kvadratı bölünsün 2 vurulsun mü j-yə. O da bərabərdir. V0 kvadratı yəni 30,5'in kvadratı 930 tam 25 bölünsün 2 vurulsun 0,7 vurulsun 10'a. Yani 140'a. Yerdə 900 140 yox, özür istəyirəm 14. 100 bir dəqiqə 930'dan 25 bölünsün 14'e. O da bərabərdir 66 metr təxminən. 66,4. Yəni
66. Ümumiyyətlə bu rəqəm də onun evi 100 metrdən kiçik olduğundan demək, burada nə olacaq? Maşın qoyun sürülərini vura bilməyəcək, vurmayacaq da doğrusu. Sonra deyir ki, Yupiterin səthi üçün birinci kosmik sürət nə qədərdir? Biz ümumiyyətlə birinci kosmik sürəti necə təyin edirdik? Ona baxaq. İfadəni alacaq, ancaq hesablamanı videoya baxdıqda yerinə yetirər. Sonra sadə bir hesablama olacaq. Yupiterin üçün J-ni tapmaq lazımdır. Demək, birinci kosmik sürət aydın məsələdir ki, yəni cismə verilən elə bir sürətdir ki, həmin sürəti biz yəni cismə versə, cisim planetin süni pekinə çevriləcək və o cazibə qüvvəsi çevrə boyunca hərəkət edəcək və cazibə qüvvəsi və mərkəzdən qaçma qüvvəsinin təsiri ilə hərəkət edəcək. Bu zaman yəni mv kvadratı böl r bərabər olacaq mv kvadratı bölünsün r bərabər olacaq demək M vurulsun J. Yəni, cazibə qüvvəsinin təsiri hərəkət edəcək də bu. Daha dəqiq belə yazsaq, C vurulsun, böyüyüm, son kiçiyim, bölünsün E kvadrat. Təbii ki, hər tərəfdə M-lər ixtisar gedər. V kvadrat, C vurulsun bölü R kvadratında J desə, yəni V bərabər olacaq kökün altında, yəni bu ifadəyə dəbdənəm. J desək, kök altında J vurulsun, R olacaq. Sadəcə olaraq burada Yupiter. Bir dənə Yupiterin bilməli olduğumuz məqamı Yupiterin səthində, gəlin belə yazaq da, bərabərdir. Kökün altında, lap ümumi şəkildə yazın. Kökün altında C vurulsun M dəqiqə C vurulsun M bölünsün yerə vuranda bu da bölünsün elə. Yəni bu Yupiterin kütləsi, Yupiterin radiusu və C-nin yerinə qoymaqla hesablanırlar və ikinci də bu formada yazmalı. Kök altına J vurulsun. Əgər Yupiterin J-sini və radiusunu yerinə qoysam, yəni həm birinci, həm də ikinci ifadədə yerinə qoysam, birinci kosmik sürəti tapılmış olur. Sonra 219-cu məsələyə keçək. Deyir ki, burada nə verir bizim üçün? Cismin sabit 50 Newton qüvvənin təsiri altında elə cütləflə hərəkət edir ki, onun koordinat zaman təyin bu formadadır. Təyin edin cismin hərəkət təcilindən cismin kütləsinə. Birincisi, bizə tənlik veribsə, bu tənlikdən A-nı tapa bilərik. Bunun A-sının x üzrə proyeksiyası -2-dir. Ədədi qiyməti də hesab ədədi qiymətinə baxırıqsa da təbii ki 2-dir. F-imiz də F də bərabər cisim x üzrə hərəkət etdiyindən F də bərabərdir 50 Newtona. Cismin hərəkət təcili. Hərəkət təcili 2-dir. Kütləsi də M bərabərdir. F bölünsün Newton ikinci qanuna görə. O da bərabərdir. 50-ni də 2-yə böləndə aydın məsələdir ki, düşəcək 25 metr, 100 istəyirəm, 25 kilokal. Belə. Yer çəkisi 1600 Newton olan iki tir burazdan ayrılmışdır. Tirin kütlə mərkəzindən asılma nöqtələrinə qədər məsafə 3 metr və 1 metrdirsə, burazların gərilmə qüvvələri nə qədərdir? Demək, burada məsələ nədən ibarətdir? Ona baxaq. Deyir ki, çəkisi 1600 Newton olan olan tir iki burazdan asılmışdır. Tirin kütlə mərkəzindən asılma nöqtələrinə qədər məsafə. Bu
Yani hamımızın məşhur bildiğimiz bu məsələyə gəlib çıxır. Baxın bu tirdir. Tirasılıq burada. Tirin kütlə mərkəzi buradır. Bir, buradan asılıb bir dəqiqə bu nasıl? Şəkil lazım. Çəkək ki, burada. Bax, burada rəsmini çəkmək olur, onu ancaq biraz dəqiqə. Hə, demək, bizim askı nöqtəmiz tutaq ki, buradır. Bu da olsun bizim burazımız. İndi nə deyir? Deyir 8600 Newton 2 tir burazdan asılmışdır. İki burazdan asılmışdır. Tirin kütlə mərkəzindən asılma nöqtələrinə qədər məsafə 3 metr və yəni tirin kütlə mərkəzi olsun bura. Buradan birinə qədər məsafə 3 metr olsun. Birinə qədər məsafə də olsun 1 metr. Hə. Deyir, burazların gərilmə qüvvələri nə qədər? İndi bu tip məsələləri həll edəndə biz bunu T1 yazaq. Bunu yazaq T2 burada kütlə mərkəzi. Aydın məsələdir ki, T1 üstə gəl T2 bərabər olacaq 1600 Newtona. Niyə görə? Çünki burazı saxlayan nədir? Burazı saxlayan bu hər iki ipdir. Onda bu iplərdə yaranan gərilmə qüvvəsi ağırlıq qüvvəsinə bərabər olmalıdır ki, burada tarazlıqda qalsın. Yəni T1 üstə T2 bərabər 1600. Daha sonra burazın hər hansı birini, ya birinci ya ikincini asıllığı nöqtənin dayaq nöqtəsi qəbul edib, momentlər qaydasını tətbiq edib tarazlıq şərtinə baxaq. Yəni buranın 10 bir dayaq nöqtəsi qəbul edək. Onda demək, hesablayaq nəyi? Hesablayaq biz demək, momentlər qaydasına görə cismin tarazlıq şərtini müəyyən edək. İndi momentlər qaydasında nə olmalıdır? M1, yəni ağırlıq qüvvəsinin momenti ilə T2-nin bu O nöqtəsinin nəzərən momentlərindən söhbət gedir. Bərabər olmalıdır. M2-nin qolu nə qədərdir? Dedi ki, buradan bura qədər məsafə, tutaq ki, 3 metrdir. Buradan bura qədər məsafə də 1 metr. Demək, M2-nin qolu nə qədərdir? 1 metr. Onda yazıram MG vurulsun 3 bərabərdir. T2-nin momenti nə qədərdir? O-ya nəzərən. Buradan bura qədər 3, buradan bura qədər də 1. Demək 4. Yazıram T2 vurulsun 4-ə. Buradan T2'ni alaram. Yəni 1600, MG'nin değerini 1600 koydum. 1600 vurulsun 3. Bölünsün 4. 400'ü də 3'də vardı 1200. 1200 Newton buradadır. T1 də olacaq. T2'ni aldım 1200 Newton. T1 də olacaq 400 Newton. Yəni 400 və 1200 Newton. Beləliklə, əziz dostlar, ikinci bölmənin çalışmalarının sonuna gəlib çıxdıq. İnşallah növbəti video dərslərimizdə digər bölmələrə aid tapşırıqlara baxacağıq. Bəyənib, abunə olmağı unutmayın.